Az danış, çox iş gör. Bir gün bir nəfər yol ilə gedirdi. Onun yolunun üstündə böyük bir daş var idi. Yolçu ucadan qışqırdı. Ey daş, çəkil yolumdan, sən mənə mane olursan. Yolçu daşa nə qədər dil tökdüsə, daş yerindən tərpənmədi ki, tərpənmədi. Bu zaman bir atlı da oradan keçirdi. Yolçu ona dedi, qardaş, nə olar mənə kömək elə, bu daşı yolumun üstündən götür. Atlı atdan düşüb, daşı kəndirlə bağladı və atı sürərək daşı yolun kənarına qoydu. Yolçu dedi, bax, görürsən, mən daşa nə qədər söz demişdim, amma heç faydası olmadı. Yolçu dedi, görürsən, deyirlər ki, dünyada sözdən güclü heç nə yoxdur. Bayaqdan daşa dağdan ağır sözlər deyirəm, onun isə heç vecinə də deyil. Elədir deyə atlı cavab verdi, ancaq gərək sözün də dəyərini biləsən. Hərdən boş-boş danışmaqdansa işə keçmək lazımdır.